Deməli, birinci sualdan başlayırıq. Müəllim dərsinin əvvəlində şagirdlərin mövcud bilikləri müəyyənləşdirmək və şagirdlər haqqında məlumat əldə etmək üçün diaqnostik qiymətləndirmə keçirilir. Bu qiymətləndirmənin nəticələrinə əsasən müəllim dərsdə fərqli fəaliyyətlər və tapşırıqlar hazırlayır. Verilmiş situasiyada müəllimin fəaliyyəti barədə hansı fikir doğrudur? Belə qeyd edək. İlkin qiymətləndirmə təbii ki, diaqnostik qiymətləndirmədir və bu vasitə ilə müəllim şagirdlər haqqında daha düzgün məlumat toplayır və daha da düzgün mühit qurur. İndi baxaq bu variantlardan hansı daha doğru olacaq. Deməli, A-da müəllim dərsdə bərabərliyi təmin etmək üçün bütün şagirdlərə eyni tapşırığı verir. Təbii ki, bütün şagirdlərə eyni tapşırıq verilməsi düzgün deyil. Ona görə biz demişdik ki, fərqli olmalıdır. Səviyyələrinə uyğun fərqli tapşırıqlar olmalıdır. Ona görə A-nı çıxdı. Müəllim fəaliyyətini bu yanaşmanı sərgiləməkdə şagirdlərdə metakognitiv bacarıqları inkişaf etdirir. Bu da yanlışdır. Çünki bu metakognitiv özü ilə bağlı olan strategiya plandır. Digər bir tərəfdən C-də müəllim situasiyada göstərdiyi yanaşma sinifdə dəstəkləyici mühitin formalaşmasına təsir edəcək. Aha, deməli bu olacaq. Səbəb ondan ibarətdir ki, dəstəkləyici mühit qurduqda uşaqların istədiyi üsullardan istifadə olunur, dərs mühiti daha səmərəli keçir. Ona görə də bu şərtimizə, situasiyaya uyğun olan C bəndi olacaq. D də yanlışdır. Stimullaşmasına müsbət təsirdir. Burada hər hansı bir stimul göstərilmir və şagirdlərin nəticələri siniflə ümumi müzakirə etməklə şagirdlərin akademik irəliləyişini təmin edir. Axı hələ dərs ilin əvvəldir, hələ bir qiymətləndirmədən tam olaraq söhbət getmir. Ona görə eyni də çıxdıq. Cavabımız olacaq burada C bəndi. Daha sonra keçək ikincidən danışaq. İkidə nə deyir? Müəllim inklüziv mühit qurulması ilə bağlı hansı deməli situasiya doğrudur? Deməli, inklüziv mühit qurması ilə bağlı doğru olan situasiyada A-da müəllim diaqnostik qiymətləndirmə nəticələrinə əsasən şagirdləri intellektlərinə uyğun qruplara ayırır və il ərzində qrup işindən istifadə edən zaman vaxt itirməmək üçün onları sabit saxlayır. Sabit saxlamaq yanlış anlayışdır. Ona görə burada A-nı çıxdıq və hər zaman belə deyək də eyni tapşırıq verilməməlidir. Müxtəlif tapşırıq olmalıdır. Belə situasiyalar səhvdir. B-də müəllim dərsin əvvəlində dərs cədvəlini tez-tez dəyişdiyini nəzərə alar. Hər gün növbəti günün cədvəlini şagirdlərə şifahi bildirməklə bərabər həm də lövhədən asır. Deməli, uşağın öyrənmə tərzinə uyğun olaraq vizual öyrənmədən də istifadə edir ki, ola bilər ki, elə şagirdlər var ki, onu görərək daha yaxşı yadda saxlayır. Ona görə B bəndi doğrudur. Müəllim şagirdlərin yaddaşını inkişaf etdirmək üçün onlara ev tapşırığı olaraq dərsdə keçirir şeiri əzbər öyrənmək, intonasiya danışmalı tapşırır. Bu da yanlışdır. Situasiyamıza uyğun deyil. Müəllim sinifdə sağlamlıq imkanı məhdud olan şagirdə xüsusi qayğı göstərir. Biz qeyd etmişdik ki, xüsusi qayğı göstərirsə hər bir şagirdə olmalıdır və onlara həddindən artıq yəni qayğı göstərməsi digər uşaqlara qarşı da ayrı seçkilik ola bilər. Ona görə biz bunu yəni doğru götürə bilmirik. E-də nə deyir bəs? Müəllim dərs zamanı öyrənmə çətinliyi olan şagirdləri nəzərə alıb qiymətləndirmə deməli meyarlarının xüsusiyyətlərini həmin şagirdlərin təlim ehtiyacına uyğun dəyişdirir. Təbii ki, bu da situasiyamıza uyğun olmayacaq. Ona görə bunu da götürmürük. Cavab oldu burada. B bəndi dərsin əvvəlində dərs cədvəlinin tez-tez dəyişdiyini nəzərə alar. Hər gün növbəti günün cədvəlini şagirdlərə şifahi bildirməklə bərabər həm də lövhədən asır. İndi keçirik üçüncü sualımıza. Bir dəqiqə. Hə. İnklüziv təhsilə aid doğru fikri müəyyənləşdirin. İnklüziya dedikdə sağlamlıq imkanı məhdud şagirdlərin məktəbdə xüsusi siniflərdə təhsil alması nəzərdə tutulur. Bu doğru deyil. Xüsusi sözü adətən cümlələrdə yanlış olur. Ona görə biz burada A-nı çıxdıq. Daha sonra B-də inklüziya eyni sinif daxilində fərqli şagirdlərin eyni cür yanaşaraq bərabərliyin təmin olunmasıdır. Deməli, eyni sinif daxilində fərqli şagirdlərə eyni cür yanaşaraq deyil. Xeyr, belə deyək də, güclü olanlar da olur, zəif oxuyanlar da olur və qeyd etmək lazımdır ki, hər zaman uşaqlara səviyyəsinə uyğun tapşırıqlar verilməlidir. Ona görə biz burada B-ni də çıxırıq C-də. İnkluziya şagirdlərə keçirilən mövzuların müxtəlifini təmin etmək və şagirdlərin fiziki
çətinliklərinin nəzərə alınmasıdır. Bu da doğru deyil. Keçirilən mövzuların müxtəlifini təmin etmək şagirdlərin fiziki çətinliklərinin nəzərə alınmasıdır. Tam olaraq inklüziv təhsilə aid doğru fikir deyil bu. Deyil də inkluziya bütün şagirdlərə bərabər imkanları təmin edərək tədrisi təşkil etməkdir. Baxın burada açar sözümüz nə oldu? Bərabər imkanları təmin etmək. Ona görə burada cavabımız olacaq D bəndi. Daha sonra E'də nə deyir bəs? E'də deyir ki, inkluziya öyrənmə çətinliyi olan şagirdlərin xüsusiyyətlərini anlamaq, dərsi həmin şagirdlərin ehtiyac üzərinə qurmaqdır. Yanlışdır. Çünki bütün şagirdlərin başa düşəcəyi tərzdə olmalıdır. Hər birinə uyğun dərsi qurmaq lazımdır. Sırf onların istəyinə uyğun yox. Dördüncü. Şagirdlərdən bir neçəsi dərsdə verilmiş tapşırıqları icra etməkdə çətinlik çəkir, cəhd etsələr də alınmır. Bu zaman digər şagirdlərin tapşırıqları daha tez həll edib növbəti çalışmaya keçdiklərini görür və daha da məyus olurlar. Diqqətlərini tapşırığa cəmləyə bilmirlər. İnklüzivliyi təmin etmək üçün müəllimin fəaliyyəti ilə bağlı uyğunluğu müəyyən edir. İndi buradan doğru yanaşma, bir də deməli, yanlış yanaşmanı seçməliyik. Deməli, birə gedir, müəllim həmin şagirdləri nəzərə alıb sinifə tapşırıqlar etmək üçün daha çox vaxt verməsi məqsədə uyğundur. Bu yanlış anlayışdır. Həmin şagirdləri nəzərə alaraq daha çox vaxt vermək düzgün deyil. Müəllim akademik cəhətdən zəif şagirdlər bir qrupda, nisbətən güclülərsə başqa bir qrupda, bu da doğru deyil, qarışıq olmalıdır. Ona görə bu da yanlış yanaşmadır. C-yə baxaq, tapşırıqları vaxtında çatdırılsın deyə müəllim sinif tapşırıqlarını lövhədə həll etməli. O zaman əgər özü həll edirsə, uşaqlarda öyrənmə getmir. Ona görə bu da yanlış yanaşmadır. Deyir, müəllim şagirdlərə fərqli çətinlik səviyyələrində misallar, onların icrası üçün yetərli vaxt verməsi məqsədə uyğun. Yetərlidirsə, təbii ki, bu doğru yanaşmaya aid olacaq. Edə müəllim şagirdlərin çətinlik çəkdiyi tapşırıqları mövzularla bağlı əlavə dərs adı müəyyənləşdirib problemi aradan qaldıra bilər. Bəli, təbii ki, bu da doğrudur. 1 DE, 2 A, B, C olacaq A bəndi. Daha sonra 5-ci. Sinifdə şagirdlərdən birinin riyazi qabiliyyəti çox yüksəkdir. O uzun hesablamaları tez bir zamanda icra edə bilir. Müəllim şagirdin bu istedadına görə onu digərlərindən fərqləndirir. Ona daha çətin, maraqlı misal məsələlər verir. Digər şagirdlər həmin yoldaşları kimi diqqət mərkəzində olmaq istəyir, lakin onun kimi olmayacaqlarını düşünürlər. Nəticədə sinifdə gərgin mühit yaranır. Verilmiş situasiya ilə bağlı doğru fikri müəyyən edin. A-da müəllimin riyazi bacarıqları yüksək olan şagirdlə bərabər digər şagirdlərə də səviyyələrinə uyğun maraqlı tapşırıqlar verməsi lazımdır. Bəli, tamamilə doğrudur. Onların səviyyəsinə də uyğun tapşırıqlar verməlidir ki, dəstəkləyici mühit olsun. Ona görə A-nı götürürük. B-də nə deyir? Müəllim sinifdə gərgin mühit olmaması üçün hamıya sadə tapşırıq verə bilməz. Bu yanlış anlayışdır. C-də müəllim şagirdlər arasında münasibəti tənzimləmək üçün çətin tapşırıqlar hazırlamalı, dərslikdəki məsələlərlə kifayətlənməlidirlər. Bu da yanlışdır. Müəllim sinifdə bərabərlik, ədalətliyi təmin etmək üçün çətin tapşırıqları sinifdəki şagirdlərin hamısına verməlidir. Axı çətini versə zəiflər necə işləyəcək, ona görə deyini də çıxırıq. Müəllim digər şagirdlərdə riyazi bacarıqları yüksəltmək üçün əlavə məşğələlər keçərək bütün şagirdlərin səviyyəsini bərabərləşdirməlidir. Bu da doğru anlayış deyil. Ona görə situasiyaya ən uyğun gələn A bəndidir. A-da uyğunluq pozulmuşdur. Uyğunluq pozulmuşdur deyirsə, baxaq görək nə ifadə edir. İnkluziyanın təmin etdiyi təlim mühiti hər bir şagirdin tələbini, potensialını nəzərə alır. Bu doğrudur, amma uyğunsuzluq istədiyi üçün bunu biz götürmürük. İkincidə, inkluziya müxtəlif şagirdlərin özünə məxsusluğunu qəbul etdiyi hər bir şagirdin eyni təhsil imkanlarının yarandığı mühitdir. Bu doğrudur, amma yanlış verir. Ona görə ikini götürürük, bir olan variantları çıxırıq. Qalır yerdə A bəndi, bir də deməli D bəndi. Baxaq görək, burada A-dımı yoxsa D-dimi? 3-də inklüziv mühit şagirdlərin öyrənmə prosesini qarşılaşdıqları çətinlikləri nəzərə alıb hər birinə eyni üsullarla dəstək imkanı yaratmaqdır. Eyni üsulla yox, müxtəlif üsul olmalıdır. Bu da təbii ki, götürmürük bunu da. Uyğunsuzluğu istəyir bizdən, yanlışdır, amma bizdən uyğunsuzluğu istəyir. İnkluziya sağlamlıq imkanı məhdud şəxslərin xüsusi proqramlar əsasında ümumi təhsil müəssisələrində təşkil edilmiş xüsusi siniflər. Xüsusi sinif yox, ümumiyyətlə uşaqlar hamısı birgə olmalıdır. Ona görə bu da belə deyək, yanlışdır, amma doğrudan verilibdir. Ona görə cavab olacaq A, 2 və 4. Daha sonra 7-ciyə baxırıq.
Müəllim sinifdə qrup işini təşkil edir. Sinifdə müxtəlif xüsusiyyətlərə malik olan şagirdlər var. Digər şagirdlər onlara qarşı dözümlülük göstərmir, fikirlərini qəbul etmək istəmirlər. Belə situasiyada müəllimin hansı strategiyası səmərəli deyil? Bir dəqiqə baxaq burada. Səmərəli deyil. Müəllim şagirdləri hər kəsin özünə məxsus güclü tərəfləri, çətinlikləri olduğunu anlamağa yardım etmək üçün müzakirə təşkil edir. Bu səmərəlidir, amma bizdən səmərəli deyil soruşur. Biri çıxdı. Qrupdakı ayrı seçkinin qarşısını almaq üçün öncədən müəyyən edilmiş qaydalara əməl etməməyə görə şagirdləri cəzalandırır. Təbii ki, cəzalandırmaq da düzgün bir anlayış kimi götürülmür. İçini götürəcəyi səmərəli olmayandır. 3-dən şagirdlərlə sinif iclası təşkil edərək başqalarının hiss və düşüncələrini anlamağın, fərqli fikirlərə dözümlülük nümayiş etdirməyin şəxslər arası münasibətlərdə əhəmiyyətini vurğulayır. Təbii ki, bu iclas təşkil edərək fikirlərini səsləndirə bilər, uşaqları düzgün yola çəkə bilər. Bu səmərəlidir. 4-də müəllim valideyn iclası təşkil edib onlara övladlarının belə davranışlarına ciddi nəzarət etməyə xahiş edir. Xeyr, bu da düzgün anlayış deyil. Övladları haqqında təbii ki, fikir bildirə bilər, amma ciddi nəzarət etməyə xahiş etmək məsələsi doğru deyil. Müəllim şagirdlər arasında bu cür 5-cidə baxıram. Müəllim şagirdlər arasında bu cür hadisələrin qarşılanmaq üçün onlara ayrı-ayrı qruplarda, təbii ki, ayrı-ayrı yox, heterogen, yəni birgə olmağı nəzərdə tutmalıyıq. Ona görə olacaq burada 2, 4, 5. Daha sonra e, deməli cavab oldu 7-də 2, 4, 5. İndi 8-ə baxırıq. Valideyn iclası zamanı valideynlərdən biri övladı ilə birlikdə sinifdə autizm spektr pozuntusu olan şagirdin oxuması ilə bağlı narazılığını bildirir. Valideyn iddia edir ki, bu şagirdə görə sinifdəki hər kəs öyrənmədən geridə qalacaq və imtahanda aşağı nəticə göstərəcək. Bu situasiyada müəllimin atdığı hansı addım doğru olmaz? Baxaq, müəllim həmin valideynə şagirdlərin təhsil hüquqları ilə bağlı hüquqi normativ sənədləri təqdim edərək bu yanaşmanın hüquqi baxımının doğru olmadığını bildirə bilər. Bəli, bu düzgündür. Müəllim sinifin valideynlərinə emosional zəkalılıqla bağlı seminar və ya inklüziv icra üçün sosial məlumatlığın vacibliyini çatdıra bilər. Təbii ki, doğrudur. Müəllim autizm spektr pozuntusu olan şagirdin valideyni ilə görüşür, amma digər valideynlərin narahatlığını çatdırıb övladını inklüziv mühit olan başqa məktəbə keçməsini təklif edə bilər. Bu tamamilə yanlışdır. Yəni, məsələn, əgər o uşaqda autizm spektr pozuntusu varsa, valideynlə necə danışıb deyə bilərik ki, o başqa bir sinifə keçsin. Bu tamamilə yanlışdır. Ona görə C bəndi 8-də olacaq C. Daha sonra 9-da doğrudan doğru uyğunluğu istəyir bizdən. Əgər uyğunluq deyirsə doğrudan doğru olur, yanlışdan yanlış olur. Deməli, birinciyə baxaq. İnklüziv yanaşmaya əsasən insanın dəyəri onun nailiyyət və qabiliyyətinin asılı deyil. Bəli, biz demişdik ki, insanın dəyəri onun qabiliyyətinin və nailiyyətinin asılı deyil. Hər birimiz bərabər hüquqluyuq. İkinci bir tərəfdə inklüziv təhsilin tətbiq olunduğu siniflərdə şagirdlər özünə inamlılığı yüksək olar. Təbii ki, tamamilə doğrudur. Elə hər ikisi doğru olduğu üçün cavab olacaq 1-dən 2. Yanlışdan baxa, inklüziv təhsil faydalarından biri valideynlərin məktəbə cəlb olunması və övladlarının təhsili üçün müəllimlərlə əməkdaşlıq etməsinə imkan verməsidir. Doğrudur. İnklüziv təhsilin xüsusiyyətlərindən biri öyrənmədə maneələri aradan qaldırmaqdır. Hamısı doğrudur, amma 1-dən 2 doğrunun altında olduğu üçün biz götürəcəyik A bəndi. 10-cuya baxırıq. Müəllim hansı fəaliyyəti inklüziyanı təmin etməyə xidmət edir? Deməli, müəllim dərsin məzmununu şagirdlərə təqdim edərkən onların öyrənmə tərzlərini nəzərə alır. Təbii ki, öyrənmə tərzləri dedikdə bu uşaq audial mı öyrənir, vizual mı öyrənir, kinestetik mi öyrənir, oxuyub yazaraq mı öyrənir, bütün öyrənmə tərzlərini nəzərə alır. Və elə şərtdə də uyğun olan A bəndi olacaq. B-də nədir? Müəllim dərs zamanı sual-cavab prosesində aktiv iştirak edən şagirdlər daha çox sual ünvanlayır. Xeyr, hamısına bir ünvanlamalıdır. Müəllim dərsi gecikən şagirdi bir daha gecikməsin deyə müəyyən müddət qapıda saxlayır. Tamamilə yanlışdır. Dərs zamanı nailiyyəti aşağı olan şagirdlərin öyrənməsi üçün müəllim tapşırıqların hamısını asan tərtib edir. Xeyr. Asan da olmalıdır, çətin də olmalıdır. Müəllim şagirdlərə işi təşkil edərkən diqqəti onların nəyi bacarmadıqlarına yönəlib fəaliyyəti ilə təşkil edir. Bacarmadıqlarına yönəldir, fəaliyyəti ilə təşkil edir. Bu da doğru deyil. A bəndi inklüziyanı təmin etməyə xidmət edir.